Qarabağ Azərbaycandır. Zəfər günümüzün 5-ci ilini qeyd edirik və hər birinizi bir daha Zəfər günü münasibəti ilə ürəkdən təbrik edirik. Bugün bizim qürur günümüzdür, ləyaqət günümüzdür. Eyni zamanda ədalətli qələbənin gününü qeyd etdiyimiz gündür. Birbaşa efirlə qarşınızdayıq. Artıq bir saatdır ki, məlumat veririk. Ondan məlumat veririk ki, bir neçə saatdan sonra möhtəşəm bir parad izləyəcəksiniz paytaxtımızda. Liderlərin iştirakı ilə mütləq izləyin və bizim bölgə müxbirlərimiz də durmadan çalışırlar. Bölgələrdən birbaşa bağlantı eləyib məlumatlar verirlər. İndi Akstafaya bağlanacağıq. Vasif Vaqif oğlu əməkdaşımız bizi gözləyir orada. Vasif, sabahınız xeyir olsun. Zəfər gününüzü təbrik eləyirik. Salam Murad bəy, sabahınız xeyir olsun. Mən də Space tamaşaçılarını öz növbəsində salamlayıram. Bayramları mübarək olsun. Bugün şanlı zəfərimizin il dönümüdür. Qeyd etmək istəyirəm ki, ölkənin hər yerində zəfər günü ilə bağlı müxtəlif tədbirlər keçiriləcək. Bunun üçün səhər tezdən müəyyən hazırlıq işləri gedir. Hazırda olduğumuz ərazi Ağstafa rayonunun ərazisidir. Ağstafa şəhərinin mərkəzində Heydər prospekti boyunca hazırlanmış Zəfər abidəsinin önündəyik. Məhz bu abidə Vətən müharibəsindən, qələbəmizdən sonra şəhidlərin xatirəsinə öcaldılıb. Qeyd etmək istəyirəm ki, artıq bu ərazidə hazırlıq işləri tam yekunlaşıb. Saat 11-dən sonra bu ərazidə rayon rəhbərliyinin başda olmaqla bütün Ağstafa ictimaiyyəti məhz bu ərazidə Zəfər abidəsini ziyarət edəcək. Bu əraziyə gül çələnglər qoyulacaq. Daha sonra isə növbəti tədbir Şəhidlər Xiyabanında tədbir formasında davam etdiriləcək və növbəti günün ikinci yarısında isə məhz bu tədbir qapalı şəkildə Heydər mərkəzində davam etdiriləcək. Burada da nəzərdə tutulan proqram tərkibində həm mədəniyyət işçilərinin bayram konserti, eyni zamanda Vətən müharibəsində iştirak edən qazi olmuş qardaşlarımızın həmin hissləri bölüşməsinin şahidi olacağıq. Məhz burada proqram bu cür nəzərdə tutulub. Qeyd etmək istəyirəm ki, günorta saatlarında hər yerdə olduğu kimi məhz bir dəqiqəlik sükutla şəhidlərimizin əziz xatirəsi yad ediləcək. Murad, məndən bu qədər, hazırki saatlara qədər. Təşəkkürlər Vasif. Vasif Vaqifoğlu bizə Ağstafadan məlumat verdi. Hər bir şəhərimizdə, rayonumuzda, qəsəbəmizdə, kəndimizdə Zəfər günü qeyd olunur. Xalqımızın ürəklə, ləyaqətlə qeyd etdiyi bir gündür və birazdan çox istərdim ki, mütləq alındıraq bu birbaşa bağlantını. Xankəndidən də bağlantımız olacaq və millət vəkili Sevil Mikailova ilə söhbətimizi davam etdiririk. Sevil xanım, bir məsələ də mütləq vurğulanmalıdır. Biz qələbəni qazandıq. Çətinliklə qazandıq, real demək lazımdır. Bunu 30 il mübarizə apardıq. Həm iqtisadi, həm hərbi, həm ictimai təfəkkür baxımından bu mübarizəmizin bir parçası idi. Amma bu çətin qazanılan qələbəni saxlamaq, qorumaq ondan da çətindir. Bu 5 il müddətində biz nə görürük? Qarabağda yenidən qurma və bərpa işlərinin sürətlə getdiyini görürük. Dayanmadan getdiyini görürük. Bu yalnızca iqtisadi güc deyil. Həm də bu onu deməyə əsas verir ki, biz Qarabağda əbədi olaraq qalacağıq. Biz Qarabağın özümüzünkü tarixən, tarixdən gələn faktlarla özümüzünkü olduğunu həm də sübut eləmiş oluruq bundan. Çünki oradakı bütün izlər Azərbaycana, Azərbaycanlılara aiddir. Əlbəttə ki, qələbəmiz əbədi olacaq və biz əminik ki, bundan sonra da Azərbaycan xalqı bu qələbənin əbədiyyəti üçün var gücü ilə çalışacaq. Necə ki, şəhidlərimiz öz qanı, canı bahasına Azərbaycan işğal altında olan torpaqlarını işğaldan, erməni işğalından azad etdilər. Bundan sonra da bu həm bir tarixi sınaq idi bizim üçün həqiqətən, yəni biz gözləmədiyimizi bəlkə də gördük. Eyni zamanda biz bu xəyanətin izlərini silmək üçün də kifayət qədər siz də söylədiniz, iş apardıq və bu təkcə
ölkənin hərbi gücünün artırılması istiqamətində, ordu quruculuğu istiqamətindəki olan iş deyil. Biz eyni zamanda ictimai fikrin Azərbaycanın haqlı mövqeyinin dəstəklənməsi üçün apardığımız iş idi ki, düşünürəm ki, bəlkə də bu ən çətini idi. Çünki bu qitədən uzaq olanlar, bu coğrafiyadan uzaq olanlar, yəni 10 kilometrlərlə uzaqda olanları inandırmaq, başa salmaq və onların düşüncəsini dəyişmək və ümumən Azərbaycanın haqlı mövqeyini inandırmaq bəlkə də bu ən çətin idi və Azərbaycan prezidenti sözün bütün anlamlarında, yəni Ulu Öndərin dönəmində də biz, yəni son zamanlar hətta televiziyada o kadrlarda tez-tez göstərirlər Ulu Öndərin xəritələrlə həmin o görüşlərə getməyi, həm Birləşmiş Ştatlarda, həm Avropa ölkələri ilə, həm Ərəb ölkələri ilə və onlara xəritə üzərində göstərirdi ki, Azərbaycanın ərazisi hardadır və Azərbaycanın hansı hissəsi işğal altındadır. Və biz yəni bu ictimai rəyi dəyişdiyimiz üçün bəlkə də 2020-ci ildə qazandığımız qələbəyə kənardan da dəstək gördük. Yəni bunu söyləmək lazımdır. Hətta Azərbaycanla bu və ya digər şəkildə rəqabət aparan ölkələr belə Azərbaycanın qələbəsinin haqlı olduğunu bir mənalı şəkildə bildirdilər. Bəli, biz sonradan ikili standartların yenə də davam etdiyini gördük, amma Azərbaycan artıq elə bir güclü mövqe tutmuşdu ki, bu ikili standartlar belə artıq Azərbaycan üçün fərq etmirdi. Çünki bizə lazım olanı biz qazandıq. Biz öz dövlət sərhədlərimizdə, yəni onlar hazırda şərti dövlət sərhədləridir və biz dövlət sərhədlərimizə çıxdıq. İndi isə qarşımızda duran ən böyük vəzifə dövlət sərhədlərinin möhkəmləndirilməsi. Yəni biz delimitasiya, demarkasiya prosesinə düzdür başlamışıq, amma o hələ sona çatdırılmayıbdır. Və düşünürük ki, bugün ən böyük vəzifəmiz sərhədlərimizin möhkəm olmağıdır və bizim 1 milyona yaxın qaçqın və məcburi köçkün vəziyyətinə salınmış əhalimiz vardı ki, onların ləyaqətli qayıdışını və bu torpaqlarda əbədi məskunlaşmasını təmin etməkdir. Və siz çox düzgün vurğuladınız ki, cənab prezident bu ərazilər azad olduqdan sonra və müharibənin aktiv fazası bitdikdən sonra, yəni bu təxminən 8-9 noyabra təsadüf eləyirdi və bundan sonra onun durmadan bu ərazilərə səfərləri var idi və cənab prezident özü bu ərazidəki vəziyyətlə tanış olurdu və göstərişlərini də verirdi və bizi 5 il ayırır o möhtəşəm gündən və biz bu 5 ilin hər ilinə baxsaq və hər il qazandığımız nailiyyətlərə baxsaq, biz bu ərazilərdə infrastrukturu qura bildik. Yəni bugün biz əgər 2020-ci ildə işğaldan azad olmuş ərazilər və bugün artıq həmin ərazilərə gedən bərpa quruculuq işlərinin nəticələrinə baxsaq, bugün yol təsərrüfatının xüsusən yenilənməsi, burada elektrik təsərrüfatının yenilənməsi, bağçaların, məktəblərin, poliklinikaların, xəstəxanaların tikintisi, müxtəlif hətta sənaye obyektlərinin istifadəyə verilməsi və bu ərazilərin artıq bir əməkdaşlıq məkanına çevrilməsi və beynəlxalq transmilli şirkətlərin də buraya dəvət olunması və burada fəaliyyəti. Yəni bu çox uzun bir fəaliyyətin nəticəsi kimi nəzərdən keçirilməlidir və hətta bir sıra dost ölkələr Azərbaycanın zəfərinə hədiyyə olaraq burada bir sıra obyektlərin tikintisini həyata keçiriblər ki, düşünürəm ki, bu özü də təqdirə layiqdir. Məqsəd nədən ibarətdir? Bu ərazilərə əhalimizin daha tez məskunlaşmasını təmin etmək. Birincisi, o insanların elementar insan haqları pozulub, onların mülkiyyət hüququndan məhrum ediliblər, qovulublar, işgəncələrə məruz qalıblar, müharibə cinayətlərini yaşayıblar. Yəni bu insanların bu ərazilərə qayıdışı onların fundamental insan haqlarının bir parçasıdır. Amma eyni zamanda biz bu ərazilərdə insanları məskunlaşdırmaqla həm də burada bir təhlükəsizlik təminatını da qazanmış oluruq. Artıq bir sıra rayonlarımızda əhali yaşayır. Xüsusən biz böyük qürur hissi ilə qeyd edirik ki, bugün Xan kəndində Azərbaycanlılar yaşayır. Qarabağ Universiteti fəaliyyət göstərir. Yəni mən bunu tam səmimiyyətimlə deyirəm ki, bəlkə 10 il əvvəl bu bizə uzaq gələcək kimi görünə bilərdi. Amma bugün biz bundan artıq fakt kimi danışırıq. Və xüsusi qürur doğuran məqam ondan ibarətdir ki, bu işlər hansı sürətlə aparılır. Və biz müharibəni 44 günə başa vurduq birinci fazasını. Və eyni zamanda
29 sentyabrda bizim apardığımız antiterror əməliyyatlarının zamanı isə 23 saat 43 saniyə çəkdi. Yəni biz hamısını ildırım sürəti ilə aparmağa qadir olduğumuzu göstərdik və biz bunu böyük əminliklə söyləyirik ki, bu Azərbaycan oğlunun daxilində bu torpaqları azad etmək hissinin nə qədər yüksək olduğunun əlbəttə ki, real təzahürü idi. Amma burada gedən tikinti, quruculuq işləri, abadlaşdırma işləri də eyni zamanda Azərbaycan xalqının bu torpaqlara qayıtmaq istəyinin nə qədər böyük olduğunu göstərir. Və bunu cənab prezident də dəfələrlə vurğulayıb ki, insanlar burada hansı böyük əmək, zəhmət sərf etməklə bu işləri, bu layihələrin irəliyə aparılmasını istəyirlər və həqiqətən də çox böyük heyranlıq doğurur. Yəni, bəlkə də ayrı bir ölkədə bu layihənin həyata keçirilməsinə sayılı illər lazım idi. Yəni, ən azı elə layihələr var ki, onları 3 ilə, 5 ilə, yəni smeta, əlbəttə ki, əgər biz layihə sənədlərinə baxsaq, bu kifayət qədər, bəli, həm maliyyə baxımından, yəni bunlar tutarlı, maliyyə tutumlu layihələrdir, vaxt sərfinə görə kifayət qədər vaxt aparandır. Amma biz burada həm hava limanlarını tikmişik, biz burada həm dəmir yolu xətlərinin hazırlanması, avtomobil yollarının çəkilməsi, avtobanların tikilməsi, biz orada dağı yarıb dağın içərisindən tunellər çəkmişik ki, bu özü də əlbəttə ki, yenə də çox zəhmət çəkən... O möcüzəli hava limanlarının tikintisi. Bəli, çətin relyeflərdə. Zəngilan, Laçındakı o çətin relyefdə hava limanı salınması. Heç beynəlxalq şirkətlər belə rəy verərkən onlar söylüyorlar ki, axı bu relyef çox çətindir, orada tikmək mümkün deyil. Onun yerini tapmaq çox çətin, çünki dağlıq ərazilərdir. Amma bütün bunlara baxmayaraq biz bunu elə asanlıqla gedirik ki, sanki kənarda belə təsəvvür yaranır ki, bu çox asan bir işdir. Belə də olmalıymış. Belə də olmalıymış, bəli. Və artıq 50 min ailə evlə təmin olunubdur. Azərbaycan dövləti tərəfindən onlara çox gözəl evlər, yəni biz bunların çoxlarımız görmüşük, çox gözəl evlərlə təmin olunurlar, qayıdırlar və onlar, düşünürəm ki, bəlkə də zəfərin ən böyük, ən lazımlı, ən, belə deyək, bizim üçün xoş gələn tərəfi də budur ki, insanlarımız məmnundur. Bəli, tamamilə doğru qeyd edirsiniz. Elə biz Xankəndidən danışdıq, antiterror tədbirlərini xatırladıq. 2023-cü il sentyabrın 19-dan 20-sinə keçən gün 23 saat Azərbaycan ordusu öz şücaətini bir daha göstərdi və suverenliyimiz bərpa edildi. Bayaq təxminən 1 saat əvvəl əməkdaşımız Emin Babayev Ağdamdaydı. Amma Emin Babayev artıq Xankəndidədir. O, bayaqdan arzuladığımız, istədiyimiz birbaşa bağlantı alınacaq deyəsən. Emin, bir daha salamlayırıq səni. Xankəndidən məlumat ver, səbirsizliklə gözləyirik. Salam Murad, sizi və tamaşaçılarımızı Xan kəndindən salamlayıram. Bugün 30 illik həsrətin bitdiyi, haqq ədalətin zəfər çaldığı, narahat ruhların rahatlıq tapdığı, göz yaşlarının sevincdən axdığı gündür. Bugün qələbə günü. Qarabağ günü, Azərbaycan xalqının zəfər günüdür. Ölkəmizin hər bölgəsində olduğu kimi Xankəndində də bugün tədbirlər keçiriləcək. Xankəndi şəhərində Ağdərə və Xocalı rayonlarında prezidentin xüsusi nümayəndəliyinin təşkilatçılığı ilə konsert proqramı təşkil olunacaq. Konsert proqramı şəhərin Zəfər meydanında baş tutacaq. Biz hazırda həmin ünvandayıq. Artıq konsert proqramı ilə bağlı hazırlıq işlərinə start verilib. Meydanda səhnə, küçə və prospektlərdə isə zəfər ruhunu əks etdirən kompozisiyalar, işıqlandırmalar quraşdırılır. Şəhər demək olar ki, tam bayram havasına bürünüb. Tədbirin sonunda isə atəşfəşanlıqla zəfərin 5 illiyi qeyd olunacaq. Bizdən hələlik bu saata çatdıracaqlarımız bu qədər. Buyur, söz səndədir. Təşəkkür edirəm Emin Babayev Xankəndidən ən son məlumatları verdi. Bəli, elə biz antiterror tədbirlərindən sonra Xankəndidə də zəfər paradı gördük. Müzəffər Ali Başkomandan cənab İlham Əliyev öz ordusuyla Xankəndidə zəfər paradı qeyd etdi. Dünyaya gücümüzü onunla da göstərmiş olduq. Sevgili xanım, söhbətimizə davam eləyəcəyik, amma istərdim növbəti bağlantını da eləyək, sonra rahat müzakirə eləyək. Salyandan əməkdaşımız Yaqub Mehdioğlu da birbaşa bağlantıdadır. Görək Salyanda zəfər bayramına necə hazırlıq gedir. Yaqub, sabahın xeyir, bayramın mübarək olsun.
Salam Murad, bayramınız mübarək olsun. Bugün ölkəmizin hər yerində olduğu kimi Salyanda da əsl bayram abu-havası var və elə bu gözəl gün münasibəti ilə istədik ki, şəhər sakinlərinin, şəhər ziyalılarının fikirlərini öyrənək. Salam müəllim, bayramınız mübarək olsun. Bayramınız mübarək. Rüstəm Məlikov, Salyan rayon sakini. Bugün Respublika ictimaiyyətində olduğu kimi Salyanda da böyük coşku var. Xalqımız əlamətlər bir günü, tarixi bir günü, Zəfər gününü qeyd edir. Zəfər günü Azərbaycan xalqının şərəflə yazılmış bir tarixidir. Bu eyni zamanda Azərbaycanda azadlığın, müstəqilliyin, suverenliyin bir bayramıdır. Bu bayram tarixi günə biz 30 il yol gəldik. Nə yaxşı ki, bu günü biz yaşayırıq. Başda Ali Baş Komandamız olmaqla silahlı qüvvələrimiz 30 il işğala son qoydular. Dəmir yumruğun nəticəsində bugün Azərbaycan xalqı öz müstəqilliyini, quruculuq dövrünün ömrünü yaşayır. Təbii ki, bu günlərin biz qədrini, qiymətini də bilməliyik. Bugün Qarabağımızda, Zəngəzurda aparılan abadlıq quruculuq işləri, yenidən qurma işləri insanları bale edir. Və onu demək istəyirəm ki, bugün bayrağımız sancılan Şuşada, Xan kəndində mən bir neçə gün əvvəl olmuşam. İnsanı ucalan bayraqların fonunda dayanmaq, o havanı hiss eləmək, müstəqil Azərbaycanın vətəndaşı olmaq necə də insana qürur verir. Bu eyni zamanda bizdə bir müstəqillik, bir məsuliyyət hissinin də artırılmasına inam yaradır ki, Azərbaycan xalqı, yeni yetişən nəsilimiz bu müstəqilliyin, bu bayramların qədrini, qiymətini bilməlidir və mən bu əziz gündə Azərbaycan xalqını, doğma prezidentimizi bayram münasibəti ilə təbrik edirəm. Azərbaycana bu zəfər yaraşır, bayramınız mübarək. Çox sağ olun, sizin də bayramınız mübarək. Murad, bizdən hələlik bu qədər. Təşəkkür edirəm Yaqub. Yaqub Mehdoğlu Salyandan birbaşa bağlantı etdi. Salyanda da tədbirlər keçiriləcək, Zəfər günü qeyd olunacaq. Sevgili xanım, istərdim bu çıxışımızın son hissəsini sülh məqamına toxunaq. Avqust ayında Amerika Birləşmiş Ştatlarında sülh paraflandı. Cənab Prezidentin iştirakı və Trumpın dəstəyi ilə, səyi ilə, şahidliyi ilə, belə deyək, vasitəçiliyi ilə Ermənistanın baş naziri Nikol Paşinyan da iştirak eləyirdi və orada prezidentin köməkçisi cənab Hikmət Hacıyevin maraqlı bir paylaşımını diqqətlə çatdırmaq istəyirəm. Hikmət Hacıyev yazırdı ki, İlham Əliyev müharibədə qalib gəldi, indi sülhü qazanır. Bu sülh də Azərbaycanın rifahına, Azərbaycanın inkişafına və həm də regionun iqtisadi və rifahına və əbədi sülhün qorunmasına xidmət eləyəcək. Bunu vurğulayaq və yekunlaşdıraq. Sülh prosesi özü də elə necə ki biz 30 il mübarizə apardıq, münaqişə dövrü idi, torpaqlarımızın azad olmasını istəyirdik, amma beynəlxalq aləmdə bizi sadəcə olaraq BMT-nin 4 qətnaməsi ilə sakitləşdirmək istəyirdilər və sülh danışıqlarından başqa variantın olmadığını söyləyirdilər. Biz 2020-ci ildə artıq bütün oyunları dəyişdikdən sonra əslində münaqişənin real həllinin nə olduğunu bütün dünyaya göstərdikdən sonra sülh prosesində də eyni maneələrlə rastlaşdıq və xatirinizdədirsə sülh danışıqları 2020-ci ildən sonra bu yəni biz artıq noyabrın 10-undan sonra bu prosesə başlamışdıq və üç tərəfli bəyannamə imzalandıqdan sonra Azərbaycan və Ermənistan rəhbərləri arasında Rusiyanın mediatorluğu ilə və ondan sonra da müxtəlif platformalardan Azərbaycana bir təkliflər gəldi ki, gəlin biz sülh prosesini irəli aparaq, artıq siz qələbə çalmısınız, haqq ədalət, BMT-nin qətnamələri yerinə yetirilibdir və danışıqlar prosesinə gedək. Və biz nə gördük, hətta Avropa Birliyi platformasında belə 3-cü raunddan sonra danışıqlar prosesini yenə də pozmağa başladılar və burada yenə də pozucu qüvvələr, elə yəni məlum Fransanın mövqeyi var idi ortalıqda, digər dövlətlər var idi ki, onlar biz açıq-aşkar gördük ki, sülhü istəmirlər, onlar sadəcə olaraq mövcud vəziyyət, hətta status quo kimi qiymətləndirirlər və yenə də lüzumsuz insan haqları və yaxud da ki, hansısa bir beynəlxalq normanın pozulması və bu kimi, belə deyək ki, cəfəng ideyalardan çıxış edirlər. Və ona görə də Azərbaycan prezidentinin net bir mövqeyi var idi. O artıq mediatorluq institutunun iflasa uğradığını bildirdi və birbaşa olaraq Ermənistanla sülh prosesini irəliyə aparmaq üçün addımlar atdı. Və
və nəticə də düşünürəm ki, Vaşinqtonda artıq sülh müqaviləsinin paraflanmasıdır. Deməli, yekun sənəd olaraq belə deyək ki, tərəflər onu razılaşdırıblar və əminik ki, bu yaxınlarda biz dayanıqlı sülhün nəhayətdə Cənubi Qafqaza gəldiyinin şahidi olacağıq. Təşəkkür edirəm Səbih xanım, minnətdaram. Bir daha təbrik edirəm. Zəfər günündə birbaşa bağlantımızda vacib məqamlara toxundunuz və qeyd eləmək istəyirəm ki, birazdan paytaxtımızda möhtəşəm parad keçiriləcək. Zəfərimizin 5 illiyinə həsr olunan paradı mütləq izləyin və sonda demək istəyirəm ki, əlinizi ürəyinizin üzərinə qoyun, o ürək döyüntülərinizi hər bir şəhidin adı olaraq qəbul eləyin, hiss eləyin və zəfərimizi ürəkdən qeyd edin. Çünki bu zəfər şəhidlərimizin vətən olduğu, torpaq olduğu gündür. Vətən şəhidlərin torpağa qarışdığı, qanını torpağa axdığı yerdən başlayır. Şəhidlərimizə rəhmət diləyirik, qazilərimizə şəfa diləyirik, şəhid ailələri qarşısında baş əyirik, igidlərimizə güc-qüvvət arzulayırıq və Ali Baş Komandana, vətənimizə, xalqımıza zəfərin mübarək deyirik. Studiyada işlədi Space Xəbərlər Departamenti və mən Murad Əzimzadə. Qismət olsa görüşəcəyik. Bayramınız bir daha mübarək. Qarabağ Azərbaycandır.